99 döngə, 999 pilləkəni çıxaraq cənnətə çatanlar. Çinin Yunan əyalətində yerləşən 1500 metrə qədər yüksələn Tianmen dağından açılan cənnət mənzərəsini izləmək elə də asan deyil. Dağa dünyanın ən uzun kanat yoluyla və ya hər pilləsi təhlükə və həyəcan yaradan döngəli pilləkənlərlə çıxmaq olur. Dağın zirvəsinə çatmaq üçün təxminən 7,5 km uzunluğunda yol qət etmək lazımdır. Bundan əlavə 99 döngəsi və 999 pilləsi olan Tianmen dağı yolu olduqca çətin və risklidir. Zirvəyə çatanlar bunun möhtəşəm hiss olduğunu deyirlər. Dağın zirvəsində qapı kimi açılan və cənnət qapısı adlanan yer 131 metr yüksəkliyində və 57 metr genişliyindədir. Dağın bu inanılmaz gözəlliyi həm yerli əhalinin, həm də turistlərin böyük marağına səbəb olur. Tianmen dağı həmçinin çoxlu sayda müqəddəs məbədlərə və mədəniyyət abidələrinə ev sahibliyi eləyir. İnsanlar dağın gözəlliyi ilə yanaşı mənəvi gücünün də olduğuna inanırlar.